Salam, bugün sizə uşaqlığın xərçəngülü proseslərindən bəhs etmək istəyirəm. Uşaqlığın xərçəngülü prosesləri dedikdə ilk növbədə endometrial hiperplaziya barəsində bəhs edəcəm. Endometrial hiperplaziya uşağın daxili qatının qalınlaşması olub, loru dildə desək, qanamalarla sirayət edən bir patologiyadır və xərçəngə keçə bilmə ehtimali olan bir patologiyadır. Kimlərdə rast gəlinir daha çox? Adətən bazalında estrogen məruziyəti olan xanımlarda daha çox rast gəlinir. Adətən perimenopozal dövrdə, bir də postmenopozal dövrdə rast gələ bilir. Dediyim kimi, xərçəngə keçə bilmə ehtimalı çox olduğu üçün biz bunları daha ciddiyə almalıyıq. Bəs hansı simptomlarla özünü büruzə verir? Adətən aybaşı qanamalarının artması, gür olması və yaxud da ki, aybaşı arası qanamalarla özünü göstərən bir patologiyadır. Bu zaman xanımlarda aybaşılar 7 gündən fazla olmaq üzrə hardasa 2 həftəyə qədər davam edə bilir. Bəzən isə aybaşı arası dövrdə də qanamalar ola bilir və qadında qan azalmasına qədər gətirib çıxara bilir. Bu zaman müayinə elədiyimizdə, əsas müayinəsində endometrial qalınlaşma aşkar edirik və mütləq bu xanımlarda da biopsiya alınması önəmlidir. Çünki hiperplaziyanın bir neçə növləri vardır. Endometrial hiperplaziyanın atipiyalı, atipiyaz olmaq üzrə 2 növü vardır ki, bunlar da bəsit kompleks hiperplaziyalardır. Və atipiyasızlar təbii ki, daha xoş gedişli olur, adından da məlum olduğu kimi və atipiyasız bəsit kompleks hiperplaziyalar 1-3% xərçəngə keçə bilir. Atipiyallarda isə bu faiz daha yüksək olur və hardasa 8-30% arasında da xərçəngə keçə bilmə ehtimali olur. Tədavi isə mütləq dediyim kimi biopsiyamızda əgər atipiyalı hiperplaziya çıxırsa, bu xanımlarda əgər postmenopozal dövrdədirsə, daha çox histerektomiya, yəni uşaqlıq və yumurtalıqların götürülməsi əməliyyatı icra edilməlidir. Dediyim kimi, xərçəngə keçə bilmə ehtimalı fazla olduğu üçün bu xanımlarda əməliyyatımızı daha geniş şəkildə götürürük. Piyasızda isə müəyyən müddət, əgər uşaq doğma tamamlanmayıbsa, müəyyən müddət təqib edirik. Gərəkirsə müalicə və yaxud da uzun sürəli davam edirsə də, bu xanımlarda uşaq doğmanı tamamlayıbsa da əməliyyat etməmizi tövsiyə edilir. Aybaşı qanamaları çox olan xanımlarda isə 45 yaş üzəridirsə, aybaşı qanamaları fazladırsa, bu xanımlara mütləq biopsiya icra edilməlidir. Əgər biz orada qanlılıq görməsək belə. Digər patologiyalardan biri də endometriumun polipləridir. Endometrial polipləri isə daha xoş xassəli gedişatı olur və 1% hallarda xərçəngə keçə bilmə ehtimali olur. Endometrial poliplərdə isə əməliyyata göstərişlər fərqlidir. Əgər 1 sm və üzəridirsə polipin ölçüsü, bu zaman əməliyyat tövsiyə edirik və yaxud da ölçüsündən asılı olmayaraq qanama varsa qadında, aybaşı qanamaları və ya ara qanamalar varsa, bu zaman da əməliyyat tövsiyə edirik. Əgər ölçü kiçikdirsə, heç bir simptom vermirsə, təsadüfən ultrasəs müayinəsində aşkar edilibsə, qadının yaşı gəncdirsə, bu zaman xanıma əməliyyat tövsiyə etməyib təqib edə bilirik. Çünki bir il müddətində bu poliplərin kəndi başına düşə bilmə ehtimali yüksəkdir. Lakin postmenopozal qanama verirsə və yaxud postmenopozal dövrdə bu poliplər aşkar edilirsə, bu zaman da polipi götürülməsi tövsiyə edilir. Endometrial hiperplaziyalarda dediyim kimi, əgər xanımlarda qanama çoxdursa, mütləq ultrasəs müayinəsi edilməlidir. Əgər hiperplaziyadan da şübhələniriksə, mütləq müayinə edilib, biopsiya alınıb, ona uyğun olaraq da ya müalicə və yaxud da ki, əməliyyat tövsiyə etməliyik. Təşəkkür edirəm.